Herkese salam. Bu video izahımızda OTK-nın təşkil etdiyi 28 dekabr buraxılış sınaq imtahanından 10-cu siniflər üçün olan riyaziyyat suallarının gəlin bərabər şəkildə izahlarına baxaq. Nə deyir 31-ci sualda? İki paralel düz xətt 3-cü düz xəttlə kəsişdikdə alınan uyğun bucaqlar alfa və beta. Deməli uyğun olduğuna görə alfa betaya bərabərdir. Daxili çarpaz bucaqlar isə qamma və fi olduqda, deməli qamma da fi bucağına bərabər olmuş olacaqdır. 3 alfa bölək beta. Baxın bizdən bunu soruşur. 2 dəqiqə. Aha. Bizdən soruşur 3 alfa bölünsün beta. Üstə gələk. Gamma bölünsün 2 fi bucağı. Bir-birinə bərabər olduğuna görə ixtisar gedər 3 plus 2 də 1 bərabərdir. 3,5 almış olaraq bir doğru cavab olur. D variantı. İkinci sual. Alfa A B'dən yəqin ki bu fərqli işarədir. Məxrəc 0 ola bilməz. Ona görə deyirəm. C və D bir-birindən fərqli ədədlər olarsa ifadəni sadələşdirin. Qüvvətləri fikir verin. Tək olduğuna görə bir-birlərinə əks ədədlərdir. Bunlar ixtisar getsə belə mənfi 1 qalacaq. Minus. Qüvvətlər cüt olduğuna görə ixtisar gedir. Müsbət 1 qalır. Bərabər mənfi 2. Doğru cavab olur. 32 Y variantı. 33-cü sual. Hasili M kvadrat olan A vuraq B bərabər M kvadrat olsun. İki müsbət ədədin cəminin ən kiçik qiymətini tapın. A və B ədədlərin cəminin ən kiçik qiymətini tapmaq üçün koşi bərabərsindən istifadə etmək olar. 2 kök altında AB, yəni böyük bərabər olmalıdır 2 kök altında AB-dən. Buradan A plus B böyük bərabər 2 vuraq kök altında M kvadratından. Yəni A plus B müsbət deyirsə 2M çıxır. Düzdürmü? Yəni bunun qiymətlər çoxluğu 2M-dən müsbət sonsuzluğadır. Və bu aralıqda ən kiçik qiymət olmuş olacaq 2M. 34-cü sual. Ən kiçik 3 rəqəmli tək natural ədəd 101. Ən böyük 2 rəqəmli cüt natural ədəddən 2 rəqəmli cüt 98. Neçə vahid böyükdür? 3 vahid. Doğru cavab olur 34 B variantı. Sual 35. ABS kvadratı 25 bərabər kvadrata bölünmüşdür. Bu kvadratın neçə faizi iştirilənmişdir? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13. Yazaram ki 25-də 12 hissə rənglənibsə 25-də 12 hissə rənglənməmişdir. Vuraram 100-ə. Burada qaldı 4, 48 faiz. Doğru cavab olur 20, 35 B variantı. Sual 36. A kubu bərabər 5 olarsa ifadənin qiymətini hesablayın. Əvvəlcə 2-ni 3-ə vururam. 6, 6. Üzərinə 7 gələrəm 13. 13-dən də 4 çıxaram, qaldı 9. Düzdür mü? A üstü 9. Mən bunu yaza bilərəm ki, A kubunun kubu şəklində. Yəni 5-in kubu 125. Doğru cavab olur 36 Y variantı. Sual nömrə 37. P parametri hansı qiymətlə tənliyin köklərindən biri 2 olar? Yəni x-in yerinə gətir 2 yaz. 4 minus 2P plus 6 bərabər 0. 2P bərabərdir 10. P bərabərdir 5. Doğru cavab B variantı. 38. İfadəsinin vuruqlarını müəyyən edin. Sadələşdirək birinci bunu. Yazaram bunu 2AB plus AC. Bir dəqiqə atmıram. Bunu olduğu kimi saxlayıram. Bu ifadəni yazaram. 2B minus C, 2B plus C kimi. 2B plus C ortaqdır. Çıxardıram. Qaldı əlimdə A plus 2B minus C. Deməli 2B plus C deyil biri. Biri də ki C'nin işarəsi mənfi. A plus 2B minus C. 2 və 3 doğru cavab olur. 38 B variantı. Sual 39. Mərkəzi O nöqtəsində olan çevrədə eyni qövsə söykənən AOB mərkəzi bucağı. O nöqtəsi AOB mərkəzi bucağı və AMB daxilə çəkilmiş deməli bucaqlar üçün fikir verin. Əgər bura bir alfadırsa, 2 alfadırsa, burada olacaq AB qövsü 2 alfa, daxili bucaq olacaq alfa. AOB bucağın dərəcə ölçüsü 2 alfa. Üstə gələk. AMB'nin dərəcə ölçüsü alfadır. Bərabər 75. 3 alfa bərabər 75, alfa bərabər 25. İndi görün nə deyir? Həmin qövsə söykənən, yəni onda 25 isə AB qövsə 50 dərəcə olacaq. Eyni qövsə söykənmiş, daxilə çəkmiş bucaqlar bərabərdir. AMB'ni soruşur. Baxın, məsələn, belə. Eyni qövsə söykənib də dərəcə ölçüsü olacaq, yenə də 25. Doğru cavab olacaq 39 D variantı. Davam edən növbəti 40-cı sual. ABS düzbucaqlı üçbucağında bucaq A 50 dərəcə. O zaman bucaq C'nin payına 40 dərəcə düşür. Bucaq B 90 dərəcə. BM SM-ə bərabərdir. Onda 40, 50, 40-ın üstünə 40 gəlsəm 80, 100. Burada oldu qonşu 80 dərəcə. Bucaq nəyi soruşur? C, B, M 40 dərəcə. 40 dərəcə tapıldı. Bax, bu bucağı soruşurdu. Mən hamısını tapdım ama. Nömrə 41. 2 vurulsun. 3'ün üstü 30. Üstə gələk.
9'un üstü 15 kimidirsə, əgər mən bunu 15 görürəm, bunu yazaram 3'ün üstü 2'nin üstü 15, 3'ün üstü 30 eder. Plus 21 bölünsün 3'ün üstü mənfi 3'ün üstü 3, üstü 10, mənfi 3'ün üstü 30 eder. Yəni ki, mənfi 3'ün üstü 30, onsuz da müsbətdir. Bunu mənfi kimi yazmağın bir mənası yoxdur. 3 üstü 30'u ortak vurur kimi çıxarsam, qalacaq 2 plus 21 bölünsün 3 üstü 30. Əlimizdə qaldı 23. Doğru cavab olur 41 A variantı. 42. İfadənin qiymətini hesablayın. 4'də 9 vurulsun kökün altında, çıxılsın daha doğrusu. 3-cü dərəcədən 8'də 27. 8'də 27'də 2'də 3'ün nəyidir? Kubudur. 4'də 9'dan 2'də 3 çıxar. Minus 2'də 3 mənfi. Mənfi varsa onda mənfi kimi çıxacaq. Aha. O da bərabər 2'də 6. O da bərabər 3. Doğru cavab olur. Deməli 42 Y variantı. Bax belə. Davam edək. 2'də 3. 2'də 3. Tamamilə doğru. 43-cü sual. Sadə ədədlər çoxluğu A, cüt ədədlər çoxluğu B olarsa. Deməli, sadə ədədlərin içində 2, 2, 3, 5, 7 və s. qalan hamısı təkdir. Yəni, burada 2 cütdür. Cüt ədədlər çoxluğu 2, 4, 6 və s. qalan hamısı mürəkkəbdir 2-dən başqa. Kəsişmələr neçə olur? Kəsişmə bir dənə. Kəsişmənin özünü soruşmur. Çaşıb 2 götürərsiniz. Yox. Kəsişməsi 2'dir. 2. Sayı bir dənədir. Doğru cavab olur 43 A variantı. 44. Ədəd 10'un üstü bir dəqiqə n plus 1 ise sıfırların sayı 7'dir. O zaman n plus 1 bərabər 7, n bərabər 6. Yəni mən belə görürəm. 5 vuraq 10'un üstü 2m, sıfırların sayı m'dirsə 2m bərabər 6, n bərabər 3. 6, 3, 9. Ola bilər yerində burada başqa bir ədədlər ola. Yəni mən gördüyüm şəkildə yazıram. 45. Deməli bu 9'da A'dır. A'da 9 da gələk. B'de 9. Düzdür. Bərabərdir. 6'da 45. 6'da 45'də 3'ə bölsəm 2'də neçə olur? Bir dəqiqə deyəcəm indi. 2'də 3'ə bölmüşəm. 15. 7,5. Məndən soruşur indi. AB'yə ortak məxrəc gətirsəm qalır 9A üstə 9B üstə gələk 9A bərabərdir 2'də 15. 9'u çıxartdım. Ortak vuruq kimi. Düzdür. 9'u saldım məxrəcə. Hara məxrəcə? 2 vuraq 9 yazdım. Bunu da ixtisar aparsam 3'ə 5, 3. O da bərabər 6'da 5 qaldı. İndi məndən soruşur. AB bölək B plus A-nı. Yəni 5'də 6. Yəni 1,2. Bizim doğru cavabımızdır. 46-cı sual. ABC düzbucaqlı üçbucağında bu mənim A, B, C düzbucaqlı üçbucağım. C bucağı 90 dərəcədir. Tangens bucağa 0,175. Bax bu bucağın tangensi. %75 4'də 3 deməkdir. Yəni tangens bucaq A bərabər 4'də 3. Düzdür. Yəni tangens A nə idi? Qarşının bitişi olan nisbəti 3K, 4K, onda hipotenuz olacaq 5K. Sinus bucağa nə idi? Qarşı katetin hipotenuz olan nisbəti, kosinus bucağa bitişik katetin hipotenuz olan nisbəti. K'lar getdi. Əlimdə qaldı 5'də 8, 5'də 7 üzr istəyirəm. 1,4 almış oluruq. 47-ci sual. A mənfi ədəddir, B müsbət ədəddir. O zaman 2A bölünsün mənfi A üstə gələk. 5B bölünsün B minus. A'dan B'nin çıxanda mənfi qalır, düzdürmü? Mən bunu bu mənfiyə vursam olacaq müsbət A minus B bölünsün B minus A. İxtisar gedir. Mənfi 2 üstə gələk 5 minus 1 qalır. O da bərabər 5'dən 3 çıxsam 2. Doğru cavab olmuş oldu 2. Davam edək növbəti 48-ci sual. Böyük oturacağı 14 olan trapesiyanın böyük oturacağı 14'dür. Orta xəttinin diagonallar arasında qalan hissəsinin uzunluğu 3 olarsa, bax orta xəttinin diagonallar arasında qalan hissəsinin uzunluğu bura 3'dür. Kiçik oturacağın uzunluğunu tapın. Qaydaya görə bu hissəni tapmaq üçün A minus 14 bölü 2 bərabər 3 olmalıydı. A da bərabərdir 14 minus A. Böyük oturacaq 14'də 14 minus A. Buradan 14 minus A bərabər 6. A da bərabər 8. Həqiqətən orta xətt 14'ün isə 8 gəlsə 22 11 edər. 4 isə 3 tamamilə doğrudur. A olur 8. Kiçik oturacağın uzunluğu bəli.
ABY düzbucaqlısı üzərində tərəfinin uzunluğu 2 köhdə olan ABCD kvadratı qurulmuşdur. 2 köhdə 3 olsun. CAY yəqin ki bunu belə birləşdirib. Yox. Bir dəqiqə. CAY belə mi birləşdirib? Belə mi birləşdirib görəsən? 15 derece olsun, 15 derece olar. O zaman bura kvadratın diagonalda 45 derece. 45'in son 5 yerinde 60. Bura oldu 60. Bu da olacaq 60 derece. Bax belə. Bu 90 derecedirsə, bu hissə olacaq 30 derece. Əla. A, F tərəfinin uzunluğunu tapın. Tərəfin uzunluğu 2 köhdəki olan ABC kvadratı qurulmuşdur. İndi baxaq. Yəqin ki burada B'dir. Yox, B bura D'dir, bura B'dir. Bu şəkli tam görə bilmirəm. Yəni CA'yı amma belə olmalıdır. 100%, 15 dərəcədirsə, bu hissəyə qalır, olsun, tamam, 30 dərəcə. 60 dərəcə. Buranın uzunluğu neçə idi? 2 kökdə 3 idi, düzdürmü? 60 dərəcə bucaq qarşısı oranın katetin tərəfi 60'ın qarşısı 2 kökdə 3 isə 30'un qarşısı bu hissə olacaq 2. Onda bu hissənin uzunluğu bizdə nəyi soruşur? AF tərəfinin uzunluğunu soruşur. AF. Hətta bu uzunluğu soruşur ümumiyyətlə. Hə, bildim. Yəni əgər mən şəkli düz qurmuşamsa, yəni düz görürəmsə 2 kökdə 3 isə 60'ın qarşısı 2 kökdə 3 isə 30'un qarşısı olacaq 2. Ümumiyyətlə bura qalacaq 2 kökdə 3 minus 2 bu şəkildə. Bax bu olsun K'nın məsələsinin uzunluğu. 30'un qarşısı 2 kökdə 3 minus 2 isə kökdə 3'ə vuraram. 60'ın qarşısı olacaq 6 minus 2 kökdə 3. Ümumi uzunluq bura oldu 6 minus 2 kökdə 3. Düzdürmü? Ümumi uzunluğu soruşur AF'i. O zaman AF bərabər 2 kökdə 3 üstə gələ 6 minus 2 kökdə 3. Bunlar gedir, qalar 6. Bax belə. Ümumi uzunluğu olacaq 6. Davam edək 50-ci sual. 6 qalxısız bölünən ABCD, yox bu nədir? Bax, görə bilmirəm. Baxın bunu 5'ə bölünmə. Bunu görə bilmirəm. Bu nədir? Bu 6'dır, 3'dür, A'dır. Həqiqətən ona görə bunu saxlayıram. Deməli 51-ci sual. Tənliyin kökləri elementlərdir. Bu tənliyin kökləri isə B çoxlu elementlərdir. Aha. Bu o çoxluqların ortaq elementi 2 olarsa, yəni 2 bunun hər ikisinin köküdür. Yəni ki 2 qiymətini qoyanda 4 minus 10 üstə gələ A bərabər 0, A bərabər 6. Buradan 2 qiymətini qoysam 4 minus 2, A'nın qiymətini 6 qoyub, X'in yeni 2 qoysam 12. Plus B bərabər 0, B bərabər 8. AB'ni soruşur, 6 vur 8 bərabər 48. Həsənlə Yusifin yaşları 3-4 nisbətindədir. Həsən bərabər 3K, Yusif bərabərdir 4K. 6 il sonra olacaq bu 3K plus 6, Yusif olacaq 4K plus 6. Yaşları 4 bölək 5 olacaq. Çarpazlasam 15K plus 30 bərabərdir 16K plus 24. Bir tərəfə keçirsəm K bərabər 16. Həsənin indiki yaşını tapın. 3 16'ya vursam olacaq 48. Doğru cavab olur 48. 53-cü sual. ABCD məntəqələrində yaşayan əhalinin sayı cədvəldə verilmişdir. Əhalinin sayı dairəvi diaqramı təqdim olunursa, A məntəqəsinə uyğun mərkəzi bucağı tapın. Dairəvi diaqram. Bax, ümumiyyətlə nə qədərdir? 1800, bu da 2200. 3000, 4000. 4000 üzərinə də gəlirəm. 7200. 7200 360 dərəcəyə uyğundursa, A məntəqəsi 1800-də x dərəcə olsun. Düzdür? X vurulsun 7200 bərabərdir. 1800 vuraq 360. Burada qaldı 4. X-ə bərabər 90 dərəcə. Doğru cavab oldu. Mərkəzi bucağın dərəcə ölçüsü 90 dərəcə olmuş oldu. Sual 54. ABC üçbucağın medianları O nöqtəsində kəsişir. Deməli bu bizim A, B, C üçbucağımız olsun. Medianları. Ay Allah, əlim əsdi. Aha, medianların kəsişmə nöqtəsi olsun bura O nöqtəsində. Bucaq A ilə bucaq B, bucaq A ilə bucaq B-nin cəmi bucaq C-yə bərabərsə, deməli bu 90 dərəcəymiş. Düz bucaqlı üç bucaqdan söhbət gedir. Bax bu 90 dərəcədir. Ya da buna B eləyim. Bir dəqiqə. Ay aman. Hə, ya da bunu B eləyim ən gözəli. C olsun bura. Düz bucaq təpəsi burada olsun. 90 dərəcə. C-nin uzunluğu 6-dırsa, təpədən başlayaraq axı medianların kəsişmə nöqtəsi 2 bölünsün 1 nisbətində bölünür.
Onda bu OM olsun 3. Ümumi uzunluq 9 sa MB 9, AM 9. Düzbucaqlı üçbucaqda düzbucaq təpəsindən çəkilmiş median ipetonu yarı bölür. Özü də həmin yarı bölünmüş hissələrə bərabər olur. 9 9 sa AB'nin uzunluğunu soruşur. 9 vur 2 bərabər 18 doğru cavabdır. 55 son sualımız. Mərkəzi O nöqtəsində olan çevrəyə A nöqtəsində AB toxunanı və AF kəsəni çəkilmişdir. AB 8. AY 4-dürsə, bu da olsun R. Toxunun və kəsənin xassəsinə görə yazaram ki 8'in kvadrat bərabər 4 vurulsun 4 plus 2R. 64 4'e bölsəm 16 bərabər 4 plus 2R. 12 R də bərabər 6. Çevrənin uzunluğu da olacaq neçə? 2 pi R, yəni 12 pi. Bu da bizim doğru cavabımız. Bu qədər. Diqqətinizə görə sağ olun. Hər birinizə uğurlar arzu edirəm.